izleyicilerim, bugünlerim yeni etkinliklerimiz var. Görək nədir yeni etkinlikler? Göstərim sizə. Balıqçı çılgınlığı çiftliyi özəlləşdir. Bizə yeni hədiyyə gəlir. Poçtalyon gətirir. Görək nə gəlir, nə gətirir. Hədiyyəmiz. Deməli, doğum gününə özel balon makinesi var. Bunu almaq lazımdır. Və burada olan yeni etkinlikləri də göstərim sizə. Məsələn, təchini üçün doğum günü balonları göndərəcəyik etkinlikdə. Doğum günü balon makinesi gəldi. Bunu quraşdıracağıq. Bu əvvəlkilərdə demişəm, bilirsiniz. Təbii ki, belə. İndi keçib bunu alaq. Doğum günü balonu yerləşdirək. Gördüyünüz kimi görək nələr hazırlaya bilərik. Ayçiçək balonu hazırlamaq olur və ya bonja balonu var. Sonra çizmə balonu var. Gitar balonu var. Hazırlamağa qoyduq. Və bunlarda hazırladıqca burada bizə hədiyyələr verir. Doğum günü balonu etkinliyini. Məsəl üçün baxın, ilk cıvata verdi, sonra altın açarlar verdi. Deməli, doğum günü balonu 5 bunlar aldıq. Pərəsdən 1-2 dənə aldıq hədiyyələri. 5 ədəd doğum günü balonu hazırlayanda bu hədiyyəni alacağıq. Daha sonra 10 ədəd olanda bu hədiyyəni alacağıq. Yəni belə bunun başa gəlib çatacağıq. Belə. Daha sonra dünya etkinliyinin də 3-cü günüdür. Keyifli marş orkestra. Burada da ki hər gün elədiyimiz kimi, misal üçün əkini biçəndə notlar gəlir, notları toplayırıq, hədiyyələri götürürük. Bunlar hamısını notlar almaq üçün. Siz notlar yarandı, notları qalaq. Belə. Gəmini göndərəndə, gəmi dolduranda, baxın notları. Daha sonra maşını göndərəndə biz notlar qazanacağıq. Demək olar ki, əkindən notların hamısını aldıq. Amma əkinimizdə hələ qalıb, yerimiz dolub. Daha sonra görək gəmi nə gedir. Kargo yükləyək. Zeytun toplayarıq indi. Baxın notları götürək. Nə qədər kargo göndərmişiksə o qədər də not yaranır. Görək hansı hədiyyələr. Bunları aldıq. Deməli. Burada yardım istəyirlər. Yardımda da gəmini dolduraq və yardım denəyək. Belə baxın, yardım etdiyimizə görə notkalı var burada. Mən desəm biz götürə bilmirəm. Bu qədər. Daha sonra günün ücretsiz hədiyyələrini göstərim sizə. Göstərdiyim kimi daha sonra ücretsiz çiçək. Baxın, ödənişlə də almaq olur, amma ücretsiz də var idi, onu da götürdük və bu qədər. Katalogda ücretsizləri yerləşdirək. Demək olar ki, yeni hədiyyələr gəldi. Ambar böyütmə. Bir də ki 50 dənə açar. Az qalıbdı. 1, 2 ədəd qalıb katalogdan. İnşallah bunları da yox deyəsən 3 ədəd qalıb. Bunları da tamamlayandan sonra katalogu tamamlamış oluruq. Bu da. Bu da görək bu nə olacaq. Etkinliyi tamamlayandan sonra bunu ala biləcəyik. Daha sonra əkinimizi əkək.
kartınız varsa onlar da hazırlansın. Yenilerini koyaq hazırlanmağa. Gidelim. Zeytun yağ, zeytun ağaçlarını kargomuzu göndererek kargosunu ve gəmini göndererek 2 adet notumuz oldu. Ve hediyemizi de aldık. Daha sonra çarkı feleği fırlatanda da not kazanırdık. Hem belə hem elə hediyemizi kazanaq. İkinci notumuz indi gələr. Daha sonra burada yeni gəlib evi dəyişdirmək üçün yeniləri gəlib. Baxın belə ola bilər, belə ola. Bunu məndə almasını istəyir. Deməli ödənişlə belə olacaq. Belə olacaq. Belə almaz və yaxud da ki belə etmək üçün ödəniş eləyib dəyişmək olar, necə istəsəniz. Misal evi belə eləmək üçün 55.000 verib evi dəyişmək olar. Ben neçənə evi dəyişməmişəm indiyə qədər. Belə etmək istəyirəm. Baxın, mən də dəyişdim evi yönümü. Kim istəsə o da belə eləyə bilər. Daha sonra ne gösterəcəksə kamyon sifarişlərindən göndərək. Və notlar kazanaq. Daha sonra derbi görevimiz getirmek. Daha sonra bir saate 90 gələcək, onda yenidən farm pasta yeni hedefe ulaştık. Bunda üç adet sandık kazandık ve daha büyük var. Hedefleri yerine getirdikçe onları alacağız. Daha sonra burada ikimizden kalmıştı. Burada da gösterdiğim gibi ücretsiz gəlibdi. Misal üçün nə istəyirsiniz bunu almaq olur. Mesela mən çiçək seçirəm. Mən bunları da istəyən seçmək olar. Bu da qəşəngdir dekor kimi. Bunu alıram dekor kimi. Daha sonra ücretsiz altın verir ve bunlarda ücretləndir. Pul ödəyərək bunu pul ödəsən, bunu alacaqsan, bunu alacaqsan. Yəni hamısı ödənişlə etmək istəyənlər edə bilər.
dəqiqə bu hazır olsun. Daha sonra başqalarını da alarıq. Heyvanlardan yumurta toplayaq və sıradan not toplayaq. Heyvanlar yemləyərkən də not almaq olur da. Notun biri də burada. Belə. Və daha sonra söz notları yarandı. Vay, notu götürmək. Belə bu notu götürək. Və bunu açanda, sandığı da açanda not qazanırdıq. 46. Deməli 2 dənə qalıb ki, notumuz 2 not götürəndən sonra tamamlamış oluruq. 2 nəfərə göndərək. Deməli etkinlik amacını gündəlik olan 3-cü günün etkinliyini bitirdik və hədiyələrimizi götürdük. Görevləri yerinə yetirərək. Daha sonra doğum gününə özel gedək hədiyəmizi də alaq buradan. Hədiyəmiz 4-cü günün hədiyəsi olmalıdır. Baxaq görək hardadır. Əlavə sandıq açdıq bu heç. Ona görə də not qazandıq. Və 6-cı gün içində 2 gün var. 4-cü günün sandığı hardadır? 9-cu gün. 13-cü gün. 4-cü gün pul qazandıq. Bugünlük bu qədər. Gələn oyunlarda görüşmək ümidi ilə.